Bu günləri çox dadlı bir reseptlə paylaşıram. Filədən bu cür dadlı kotlet. Lazım olan ərzaqlar: toyuq əti, yəni filə, yumşaq, toyuğun yumşaq əti, yarım kilodur. 2 dənə yumurta, ağlı sarılı, ədviyalar, qatıq və un. Toyuqları xırda-xırda doğrayıram. Baxın, yarısını doğramışam bu şəkildə. Belə-belə xırda-xırda eləyirəm. Yarısını elədim, sizə göstərim, yarısını da indi doğrayacağam. Bu resepti mənə izləyicim göndərib. Mən də sizinlə paylaşıram. Hazırlamışdım. Çox qəşəng, çox dadlı alınır və çox tez alınır. Yəni uşaqlar məktəbdən gələnə qədər siz bunu hazırlaya bilərsiniz. Ət maşınından keçirtmək lazım deyil. Xırda-xırda bu şəkildə göstərdiyim kimi doğrayırıq. İndi prosesin hamısını göstərəcəm sizə. Siz də öz belə asan, tez reseptlər varsa, əgər istəsəz mənimlə paylaşın. Mən də izləyicilərimlə paylaşım. Belə toyuqlarımı doğradım. Üzərinə 2 yumurta əlavə edirəm. Qatıq. Belə qəşəng. Bunu saxlayacağam və hardasa bir 10-15 dəqiqə belə qəşəng dinlənsin. Üzərinə ədviyalar, pripravalar əlavə edirəm. Hər kəs öz zövqünə görə, ağız dadına görə əlavə edə bilər. Burada məndə duzdur, paprikadır, qara istiotdur, sarı kökdür və oregano. Bu qədər. Bunu da qatışdırıram və onun da üzərinə həmişə olduğu kimi video aşağısında dəqiqliklə sizlərlə paylaşacağım. Burada məndə 3 xörək qaşığı undur. Yarım kilo filəyə 3 xörək qaşığı bəs eləyir. Baxın, hazır oldu. İndi aparıram bişirməyə. Bu qədər rahat. İndi isə bişirəcəyik. Mən kərə yağı ilə bişirirəm. Yəni istəyə görə, istəsəz sulu yağdan, duru yağdan istifadə eləyin. Sadəcə kərə yağı yeməyi daha da dadlı edir. Yağ. Da əlimizlə kotlet düzəltmirik, belə nəyisə eləmirik. Əllərimiz də batmır. Qaşıqla götürəcəm, qoyacağam. Aladik kimi. Abunə olub, like qoyun. Abunə olun ki, yeni videolarımı hər dəfə paylaşanda, belə dadlı, maraqlı, asan reseptlərlə paylaşanda ilk siz görəsiniz. Yağ əriyir, baxın. Belə qaşıqla qoyanda belə forma verin. Hamısını götürürük, belə aladik kimi bişiririk. Sadəcə uşaqlar mamalarına kömək edərək bunu hazırlaya bilər. Pişməmişdən uşu dadlı ilər gəlir. Bəli. Baxın, maşallah, burada 6, 7, hələ baxın nə qədər də var burada. Hazırlayıb çörəyin arasında uşaqları məktəbə də qoymaq olar. Qəşəng qızarana qədər bir şey də göstərmək istəyirəm, paylaşmaq istəyirəm sizlərlə. Onun yanına nə etmək istəyirəm? Uşaqlar xoşlayırlar. Lavaş evdə varsa, onu hazırlayın. Bir videomda paylaşmışam. Video paylaşmışam. İstəsəz linkini tıklayıb izləyin. Lavaşları kəsirik belə. Bıçaq şəklində. Belə. Bu şəkildə. Tavuklar hazır olur. Uşaq formaya salırıq lavaşları. Tavuklar hazır oldu. Baxın, qəşəng qızarıb. Fırladırıq. Bax bu şəkildə, belə qəşəng qızılı rəngində olur. Zeyza xoşlayır desə az bişib eləməyi. Mən susuram. Balam danışır. İndi isə lavaşları formalaşdırılmışlardan edirik. Lavaşları göstərdiyim kimi üçgənclər eləmişdim. Belə, baxın, bu şəkildə. Onu vururam. Hamısını bu şəkildə eləyirəm. Sonra toyuqları götürəndən sonra həmin o yağda bunları qızarım. Gəl mən sənə, gəl sən elə indi. Vur, mən səni çəkim. Lavaşları da belə qoyduq. Toyuqlar bişdikcə götürdüm, lavaşları düzdüm. Demişdim də onun yağında, qəşəng onu da qızardırıq iki üzünə. Bir-bir çevirirəm. Belə tavanı belə də eləyəndə o çevrilir əslində də. Baxın da qəşəng pitsitlədim. Üzərinə ketçupla çox super alınır, dadlı alınır. Bu şəkildə hazır oldu. Yeməyim hazır oldu. Baxın nə çox superdir. Üstü xırt-xırtlıdır, üstü belə xırt-xırt edir. Amma içi yumuşaq, belə dadına baxıram. Yəni dadını bilirəm. Sizlər üçün istəyirəm ki, sizlər görəsiniz. O qədər dadlıdır. Əslində filə axı biraz cod olur da. Qızardanda eləyəndə o biraz bərk olur da. O dərəcədə yumuşaq alınmır. Amma bunu bir dənə hazırlasaz, yumuşaqdır da. Belə ağza qoyursunuz, gedir. Çox-çox qatıq. Onu yumuşaldıb, bir dad verib daddım. Məsləhət görərdim, inşallah. Durun, gedin, hazırlayın. Bunu hazırlamasaz, çox böyük dad qaçıracaqsınız. Həm bol alınır,
həm də çox tutumludur. Çox təşəkkür edirəm reseptlə paylaşdığınız üçün. İzləyicilərimə də demək istəyirəm, yəni siz də hazırlayın, çox sevəcəksiniz. Nuş olsun.